Bəli, bugün Saatlı rayonu üzrə növbəti regional müşavirə keçirilir. Müşavirədə Saatlı rayonu ilə yanaşı Sabirabad, İmişli və Beyləqan rayonlarının kənd təsərrüfatı imkanları müzakirə olunur. Qeyd edim ki, məqsəd isə ölkə başçısının sədrliyi ilə keçirilmiş kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və dövlət proqramında müəyyən edilmiş hədəflərin regionlar üzrə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin təmin olunmasıdır. Müzakirələr zamanı qeyd olundu ki, dövlət proqramı regionlarda kənd təsərrüfatına dayanıqlı inkişafına, məhsuldarlığın yüksəldilməsinə və emal imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək. Səsləndirilən rəy, təklif və qeydlər isə ümumiləşdirilərək aidiyyatı dövlət qurumlarına təqdim olunacaq və dövlət proqramının icrası prosesində nəzərə alınacaq. Qeyd edim ki, bundan əvvəl belə müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur, Abşeron, Xızı və Quba-Xaçmaz, Qarabağ, Lənkəran, Astara, Qazax Tovuz, Şirvan, Salyan, Naxçıvan, Şəki, Zaqatala iqtisadi rayonları üzrə keçirilib. Biz müşavirə ilə bağlı ətraflı məlumatı isə irəliləyən xəbər buraxılışlarında sizlərə təqdim edəcəyik. Bizim bölgədən çatdırmaq istədiklərimiz bunlardan ibarət idi. Buyurun, söz yenidən sizdədir.